Korobkana görə içi necə yanıbsa, plasmas necə əriyibsə. Bununla da yağ yuxarı qalxmır. Vaxtında korobkanın yağını dəyişməyəndə və sonra belə publikdən səs gəlir. Və ya ola bilər ki, filtr tutulub, yağ dövriyyəsi zəifdir deyənə bu belə bir səs eləyir. Bir dənə qaz ver. Nə maraqlı səs. D'yə qoyanda artır səs. D'yə qoy bir dənə. Söz. Probek nə qədərdir? 260 neçə min gedib maşın, nə korobkanın filtri dəyişib, nə də ki ustaya bir aparılıb, baxış keçirilib. Sökmüşük, deməli bir səs gələn o maşından, baxın. Mən inanmıram ki, redka korobka ustaları belə bir şeyin şahid olar ki, plasmas əriyə bilər. Korobkana görə içi necə yanıbsa, plasmas necə əriyibsə. Bununla da yağ yuxarı qalxmır. Qalxmır deyənə, baxın, vurub dəmirdə yandırıb. Korobkanın içi karotin yanıb. Yığılıb qoyulacaq yerinə, bununla da problem aradan qalxacaq.